Nəyə görə Aslanlarım? Aslanlarım adı necə yarandı? Açığı bunu mən demək olar ki, heç yerdə deməmişəm. İndiyə qədər bir xeyli müsahibədə olmuşam. Amma heç vaxt bu sualı cavablandırmamışam. Aslana baxanda gözünüzün qarşısında nə canlanır? Çox güclü bir idarə edici. Belə üzünə baxanda nəyə oxşadırsınız, nəyə bənzədirsiniz? Aslanın tükləri var, üzü. Günə baxanda bənzədirsinizmi? İndən sonra deyəsə bənzədəcəm. Aslan və Günəbaxan ümumiyyətlə bir-birinə yaxın olan məfhumlardır. Biri bitkilər aləmində, biri heyvanlar aləmində. Böyük ehtimal ki, o mənim beynimə uşaqlıqdan bəri güc simvolu olaraq yox, sadəcə liderlik simvolu olaraq, idarə edən bir simvol olaraq mənim beynimə işləyib. Və mən həmişə inanıram, bunu, yəni səmimi qəlbdən bunu deyirəm həmişə uşaqlara ki, mən bilirəm və buna əminəm ki, bu sinifdə oxuyan hər bir şagird dünyanın gələcəyinə müsbət və ciddi mənada təsir göstərəcək. YouTube kanalımıza abunə olun.